aleyküm. Hoş geldiniz. Hoş geldiniz. Təqdim eləyin özünüzü. Ələsgərli Elnarə Siyəzən şəhərindən qatılıram. 39 yaşım var. Xoş gəlib səfalar gətirmişsən. Elnarə xanım. Elnarə, ritmdən çıxmağınızı yəqin hiss elədiniz. Düşməkdə, notları düşməməkdə falan. Onları yəqin. Bir də ki, niyə görə məsəl üçün istəyirsiniz çox belə boğazlar olsun, onunla deyil. Siz özünüzü ürəyinizdən gələni ifa eləsəz, yəni o boğazlar eləməklə deyil. Düzgün çatdıra bilsəz, özünüzü göstərmiş olarsınız. Bəli. Yəqin ki, psixolojidir bu. Amma mən o mahnını hiss eləyərək oxumuşdum. Həyəcandan. Yo, niyə ki? Boğazı var. Niyə psixoloji? Yo. Bence onu siz tüm mahnılarda da ona eləyir. Yo, boğazı artıq boğazlar elədi. Artıq boğazlar elədi. O artıq eləyir. Artıq boğazlar. Yox, deyirəm ki, artıq boğazlar elədi. Boğaz eləsin. Çox idi amma zaten. çox elədi və alınmadı da. Yəni mahnının özü boğuldu artıq. Bu boğazlarda belə demək olarsa. Elnarə xanım, buyurun. Nəylə məşğulsunuz? Özüm müəlliməyəm, matematika müəlliməsi. Ay Allah. Bütün müəllimlərə alqışlar, Elnarə Böyük xanımlara. sevgiler. Elnarə xanım, şübhəsiz ki, bizdə də biraz psixoloji məqamdır. Məsələn, bu səslə davam etmək istəyirsənmi, bu səslə işləmək istəyirsənmi, öz komandanda bu səsə təklif edəcək nəğmən varmı? Bütün bunların hamısını düşündüm və bir anlıq Səs Azərbaycan Doğma Nəğmələr layihəsini xatırladım. Bax, o layihədə hər 3 münsif dönə bilərdi böyük ehtimalla. Amma mən misal üçün öz hədəfimlə sizin səsinizi, sizin güclü səsinizi uyğun görə bilmədim. Bu məndə psixolojidir. Yenə də xoşdur sizə dinləmək. Çok sağ olun. Siz hoş geldiniz. Bu arada çok muhteşem bir sanatınız var aslında. Çox sağ olun. Bilirsiniz, mən çünki riyazətçi eşidəndə bu mənim ən zəif yerimdir. Çünki doğrudan da riyazəti bilən adamlar mənim üçün çox ağıllı adamlar sayılır. Ona göre sizi tebrik edirəm. Əminəm ki, çox gözəl də tələbələriniz var. Və mən düşünürəm ki, siz bura yox, başqa bir müsabiqəyə getsəniz, doğrudan da oradan qazanacaqsınız. İnşallah, çox sağ olun. Uğurlar. Siyəcənə sevgiler. Uğurlar. Böyük salamlar. Uğurlar olsun. Sağ ol əzizim. Sağ olun. Uğurlar sizin. Sağ olun.